Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur. Ölkəmizdə təhlükəsizlik orqanlarının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin baş qərargahı nəzdində kəşfiyyat və əks kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayır. Quruma ilk rəhbər Məmməd Bağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı bəy Şeyxzamanlı təyin edilib. 1918-ci ildə yaradılan təhlükəsizlik orqanları 106 il ərzində Azərbaycanın keçdiyi fərqli siyasi formasiyalarda fərqli adlar altında fəaliyyət göstəribdir. Bu baxımdan təhlükəsizlik orqanlarımızın tarixini 3 dövrə, Cümhuriyyət, Sovet və müstəqillik illərinə bölmək daha doğru olardı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan etdikdən təqribən bir il sonra Denikinçilər, Bolşeviklər, Erməni daşnaq birlikləri və İngilis ekspedisiya qüvvələrinin fəaliyyətinə qarşı Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də Hərbi Nazir General Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi General Məmməd bəy Sulkeviçin birgə imzaladıkları 157 saylı əmrdə göstərilir ki, mart ayının 26-sında Hərbi Nazirlikdə Baş Qərargahının baş idarəsi yaradılıb. Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri də kəşfiyyat və əks kəşfiyyat bölməsidir. Hərbi Nazir Səməd bəy Mehmandarov 1919-cu il aprel ayının 2-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədrinə məruzasında qeyd edirdi ki, kəşfiyyat və əks kəşfiyyatın əsas vəzifəsi düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə cəsusluğa qarşı mübarizə aparmaqdan ibarətdir. Bu o dövr idi ki, şimalda yerləşən Ağ Qvardiyaçı general Denikinin zabitləri Çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, təbliğatlar aparır, yaratdıkları könüllü ordunun sıralarını genişləndirməyə çalışır, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə Azərbaycan ordusunun tərkibinə qatılırdılar. Azərbaycanda belə şəxslərdən ibarət geniş cəsus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. Cümhuriyyətin əks kəşfiyyat bölməsinin qarşısında duran əsas vəzifələrdən biri də Denikin cəsusları ilə yanaşı hakimiyyətə can atan bolşevizmlə mübarizə idi. Ona görə də çox keçmədi ki, Azərbaycan parlamenti 1919-cu ilin iyun ayının 11-də Dövlət Müdafiə Komitəsi yanında xüsusi xidmət orqanı olan Əks İnqilabla Mübarizə Təşkilatını yaratdı və bu quruma rəhbər Nağı bəy Şeyxzamanlı təyin edildi. 1919-cu ilin iyun 11-dən 1920-ci il martın 6-sına dək fəaliyyət göstərən dövrdə Əks İnqilabla Mübarizə Təşkilatının əməkdaşları yüzlərlə uğurlu əməliyyat hazırlayıb həyata keçirdilər. Bu qurumun əməkdaşları erməni daşnaq birliklərinə və cəsus şəbəkəsinə qarşı ciddi mübarizə aparırdı. Əks İnqilabla Mübarizə Təşkilatının əməkdaşları tərəfindən saxlanılan və həbs edilən şəxslərin əksəriyyəti də ermənilər idi. Bunun üçün həbs edilənlərin siyahısına nəzər salmaq kifayətdir. Ən təhlükəli tərəfi isə o idi ki, erməni casusları bütün qüvvələrlə işləyirdilər. Əldə etdikləri məlumatları Denikinçilərlə yanaşı həm bolşeviklərə, həm də ingilislərə ötürürdülər. Təəssüf ki, bütün bu çabalara baxmayaraq 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin süquta uğraması ilə Əks İnqilabla Mübarizə Təşkilatı fəaliyyətinə son qoydu. Qurumun rəhbəri Nağı bəy Şeyxzamanlı və bəzi əməkdaşlar Türkiyəyə mühacir etməyə məcbur oldular. Bəzi əməkdaşlar isə Azərbaycanda qalaraq bolşeviklərə qarşı mübarizə apardılar. Onların əksəriyyəti silahlı qarşı durmalarda həlak oldu və həbs edilərək gülələndilər. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq İlk təhlükəsizlik orqanlarımızın fəaliyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdilər. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan Fövqəladə Komissiyasında, Xalq Daxili İşlər Komissarlığında, Dövlət Təhlükəsizlik Nazirliyində və Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyət göstərən yeni nəslin bir sıra milli nümayəndələri öz xalqına, vətəninə sədaqətlə xidmət etdi. Və bu tendensiya ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə daha da inkişaf etdi. 1953-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin əks kəşfiyyat şöbəsinə rəis təyin olunan Heydər Əliyev göstərilən təzyiqlərə baxmayaraq təhlükəsizlik orqanlarında milliləşmə siyasətinin aparılmasında, Azərbaycanlı kadrların irəli çəkilməsində böyük cəsarət və prinsipiallıq göstərdi. Gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasında ulu öndərin böyük xidmətləri oldu. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun 10 illiklərdən sonra ilk dəfə olaraq Azərbaycanın Heydər Əliyevin təyin edilməsi bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Məhz bu strukturda ilk Azərbaycanlı general olan dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü fəaliyyəti nəticəsində təhlükəsizlik orqanlarında milli kadrların hazırlanması və irəli çəkilməsi
edilməsinə geniş yer verildi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədəki gərgin vəziyyət milli təhlükəsizlik sisteminin yenidən qurulması zərurətini doğurdu. 1991-ci il noyabr 11-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi yaradıldı. Lakin Respublikaya səriştəsiz rəhbərlik, hökm sürən özbaşınalıq, xaos 1991-93-cü illərdə qarşıya qoyulan vəzifələri peşəkarlıqla həyata keçirmək, ölkə daxilində sabitliyi təmin etmək, təxribatçıların, pozucu qüvvələrin qarşısını yetərincə almaq mümkün olmurdu. Nəticədə müstəqilliyimizin taleyi artıq şübhə altına alındı və yenə də xalqın imdadına ümummilli lider Heydər Əliyev gəldi. Ümummilli lider xüsusi xidmət orqanlarının qarşısında peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən etdi. Bununla da Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının fəaliyyətinin dirçəliş dövrü məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı, bu qurumların işinin yenidən təşkilinə və nizamlanmasına göstərdiyi tələbkarlıqla bağlı idi. Bugün Ulu Öndərin siyasi xəttini inamla və uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 14 dekabr 2015-ci il tarixli fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradıldı. Ölkə əleyhinə yönələn kəşfiyyat, pozuculuk və terror təxribat fəaliyyətinə qarşı mübarizənin səmərəli və peşəkarlıqla aparılması, maddi-texniki bazanın təkmilləşdirilməsi, peşəkar kadr potensialının formalaşdırılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi sayəsində Dövlət Təhlükəsizlik Xidməti bütün imkanlar səfərbər edildi və ciddi islahatlar həyata keçirildi. Bu baxımdan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci il Vətən müharibəsindəki rolu Azərbaycanın zəfərində strateji əhəmiyyət kəsb edən bir çox istiqamətlərdə özünü göstərdi. Diversantların və terrorçuların ifşası, kəşfiyyat, sabotaj əməliyyatlarının qarşısının alınması, düşmənin hərbi planlarının ifşası, Ermənistanın kəşfiyyat fəaliyyətinin neytrallaşdırılması, hədəflərin koordinasiyası, düşmənin dezinformasiya kampaniyalarının qarşısının alınması, hərbi əsirlər və itkin düşənlərlə bağlı işlər, həmvətənlərin mənəvi dəstəyinin təşkili və digər mühüm addımlar müharibə dövründə Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının əsas vəzifələri oldu. 44 günlük 2-ci Qarabağ müharibəsi və 23 saatlıq antiterror əməliyyatında Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının pərdə arxasında apardığı savaş bu gün məhkəmədə ədalət qarşısında mühakimə edilən erməni separatçı liderlərinin həbs edilərək Bakıya gətirilməsi ilə nəticələndi. Hazırda Azərbaycan təhlükəsizlik orqanları tək Azərbaycanda deyil, Cənubi Qafqazda sabitliyin mövcudluğuna qarant olan bir qüvvəyə çevrilib. Əməkdaşların peşəkarlığı, innovativ yanaşmaları və beynəlxalq əməkdaşlığı regionda uzun müddətli sülh məramlı siyasətin təməli kimi qiymətləndirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bugün Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətləri ilə öz tarixlərinin şərəfli səhifələrini yazırlar. Peşə bayramınız mübarək.